Əlövsət müəllimin tədbirimiz haqqında ürək sözləri, məzunlara arzularını işləyib. Düşünürəm ki, mən də məzun olduğum bu məktəb yekun konsertində iştirak elədik və hər şey çox möhtəşəm idi. Mən Xəyyam müəllim başda olmayan kollektivə təşəkkür edirəm, müəllimlərə təşəkkür edirəm. Şagirdlər sağ olsunlar və inşallah ki, xoşbəxt gələcəkləri var. Biz də əlimizdən gələni dəstəkləyəcəyik. Sağ olun, var olun, təşəkkür edirəm. Hal-hazırda mənim yanımda bizim hamımızın çox sevimli, dəyərlimiz Azər Cavodov var. İstərdim Azər müəllim də bu musiqi tədbiri haqqında ürək sözləri, məzunlara arzusun öz dindən işləyib. Buyurun Azər müəllim. Çox sağ olun. Yəni bu günləri mənim üçün çox xoş oldu. Yəni yekun hesabat konsertinə çıxış eləmək, iştirak eləmək. Yəni məktəbin ənənələri davam edir. Yəni uzun illər bu məktəbdə 9 öyrə yekun konsertləri, hesabat konsertləri olubdur. İndi hal-hazırda həmin ənənə davam edir. Bu günləri çox keyifli bir gün yaşadıq ki, uşaqların həm musiqilərini dinlədik, həm onların səhnə mədəniyyətlərini gördük, həm onların ifalarına baxdıq. Yəni çox sevindiricidir. Mən fəxr edirəm ki, məktəb ənənələrini yaşayır. Hal-hazırda Murad İsgər Uşaq Musiqi Məktəbinin direktoru mənim yanımdadır. Hörmətli Xəyyam Cavodov. İstərdim Xəyyam müəllimin tədbirlə bağlı təəssüratları, məzunlara öz ürək sözlərini eşidək. Buyurun Xəyyam müəllim. Mən də öz növbəmdə məzunlara uğurlar arzulayıram. Sizlərə təşəkkür edirəm ki, bugünkü tədbirin yaxşı nəticələnməsində sizlərin rolu çox böyükdür. İnşallah ki, uğurlarımız daimi bol olar. İndi isə məktəbimizin çox sevilən qarmon müəllimi Pəhlivan Quliyev, həmçinin də mənim əmim, dəyərli əmim mənim yanımdadır. İstərdim Pəhlivan müəllimin ürək sözlərini, konsert barədə təəssüratlarını və məzunlara ürək sözlərini işləyib. Deməyə söz çoxdur. Biz bacardığımızı eləmişik. Əlimizdən gələni şagirdləri öz balalarımız bilib, onlara biliklərimizi ötürmüşük. Bacardığımız qədər. Halal xoşlar olsun. Əziz izləyicilər, hal-hazırda mənim yanımda bizim qarmon müəllimimiz, çox sevilən Sabir Fərzəliyeva var. İstərdim Sabir müəllimin də tədbir haqqında ürək sözləri, məzunlara öz arzularını işləyək. Buyurun Sabir müəllim. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Mən də bugünkü tədbirimizdə əməyi olan, əziyyəti olan bütün müəllimlərə təşəkkürümü bildirirəm. Məzunlara gələcək həyatlarında uğurlar arzulayıram. Çox sağ olun. Mənim çox sevdiyim, dərin hörmət bəslədiyim, məktəbdə hər zaman mənə böyük diqqət göstərən sevimli fortepiano müəllimimiz Sevinç Quliyeva hal-hazırda mənlədir. İstərdim Sevinç müəllimin tədbir haqqında ürək sözləri və məzunlara arzularını işləyək. Buyurun Sevinç müəllim. Çox sağ olasın. Mən də məzunlarımızı ürəkdən təbrik edirəm. Onlara yeni həyatlarında uğur arzulayıram. Tədbirdə əməyə keçən bütün müəllim və şagirdlərə öz təşəkkürümü bildirirəm. Tədbirimiz çox da gözəl keçdi.